İndi isə digər xəbərlərə diqqət çəkək. Ötən saatda artıq məlumat vermişdik. Milli Məclisin yaz sessiyası üzrə plenar iclası keçirilir və saat 11:00-da başlayıb təqribən saat yarımdan artıqdır ki, davam eləyir. Həmin iclasda hazırda nələr danışılır, bundan öncə nələr müzakirə olunub, Aidə Zərgərli bizə detalları çatdıracaq. Aidə, hər vaxtın xeyir olsun. Çinayra, yenidən hər vaxtınız xeyir olsun. Bəli, Milli Məclisin plenar iclası ilə bağlı biz növbəti ötən buraxılışlarımızda daha doğrusu informasiyalar təqdim etməyə çalışmışdıq və bugün həmin plenar iclas baş tutur. Hazırda da davam edir və 14 məsələ müzakirəsi aparılır və deputatlar bir sıra çıxışlar ediblər. İstərdim ki, ilkin olaraq həmin informasiyaları sizin diqqətinizə çatdırım. İlk olaraq Ombudsman 2024-cü il fəaliyyəti ilə bağlı müzakirə mövzuları aparılır və hesabatlar verilir. 2025-ci ildə hansı addımlar atılmalıdır? Bu istiqamətdə də planlar diqqətə çatdırılır. Ombudsman Səbinə Əliyeva ilkin olaraq qeyd elədi ki, qaçqın həyatı yaşamış şəxslərlə bağlı biz dəfələrlə beynəlxalq hüquqa müraciət eləmişik və bu istiqamətdə addımların atılması istiqamətində də çağırışlar etmişik. Hətta bugünə qədər də biz beynəlxalq məhkəmələrə müraciət edirik ki, mina xəritələri təqdim olunsun ki, Azərbaycanlı vətəndaşlarımız mina qurbanları olmasın deyə vurğuladı. Bundan başqa isə Zahid Oruç da bir sıra açıqlamalar verdi. Əsasən də o ölkəmizdəki bəzi kadr çatışmazlığı problemini dilə gətirdi. Əsas problemlər isə ondan ibarət ki, narkoloqlarla bağlıdır ki, məhz narkologiyadan əziyyət çəkən şəxslər statistik rəqəmləri nəzərə yetirdikdə ildən ilə sayı artmaqdadır və bu istiqamətdə qeyd olunur ki, yəni statistik rəqəmlərə nəzərə yetirdə görürük ki, 500 narkologiyadan əziyyət çəkənə sadəcə bir narkoloq var ki, onlara müalicəsində iştirak edir. Bu da təbii ki, çox acınacaqlı vəziyyətdir. Bu istiqamətdə mütləq şəkildə həmin kadrların artırılması istiqamətində işlər görülməlidir deyə vurğuladı. Eyni zamanda Zahid Oruç açıqlamasında digər bir məsələ, hər kəsi maraqlandıran məqamı vurğuladı ki, ölkəmizdəki BMT-nin ofislərinin, yerli ofislərinin fəaliyyətinin dayandırılması istiqamətində məsələyə də toxundu və bildirdi ki, həmin ofislər anti-Azərbaycan fəaliyyəti göstərirdilər və bu istiqamətdə də onların bağlanması üçün müəyyən addımlar atıldı deyə vurğuladı və Vüqar Bayramov da çıxış etdi. Vüqar Bayramov isə bəzi vətəndaşların pensiya yaşına az qalmış işdən azad olunması ilə bağlı qeyd etdi ki, qanunvericiliyə mütləq şəkildə diqqət yetirilməlidir. Bəzi şəxslər var ki, onların pensiya yaşına az bir vaxtda onlar işdən azad olunurlar və onlar yenidən digər iş tapa bilmirlər. Çünki artıq onların pensiya yaşına çox az vaxt qalır. Bu istiqamətdə də qeyd etdi ki, bu kimi problemlər aradan qaldırılmalı və müəyyən çağırışlar olunmalıdır ki, pensiya yaşına az qalmış vaxtda həmin şəxslər işdən azad olunmasın. Elə pensiya yaşına qədər onlar öz fəaliyyətlərini həyata keçirsinlər və güzəştli ipoteka ilə də bağlı məsələyə toxundu Vüqar Bayramov. Bildirdi ki, müəyyən qoyulmuş hədd 100.000 manatdır, ancaq bu 100.000 manatı 150.000 manata qədər qaldırılsa daha yaxşı olsa, artırılması daha yaxşı olar ki, gənc nəslə də bu bir qədər kömək etmiş olar deyə vurğuladı. Və bir daha xatırladıram ki, plenar iclas hələ də davam edir və 14 məsələ ətrafında fikir mübadilələri aparılır. Amma ilkin informasiyalar diqqətinizə çatdırmağa çalışdım Çinayra. Məndən hələlik bu qədər. Təşəkkürümü bildirirəm. Aidə, Milli Məclisdə danışılan mövzular ətrafında tamaşaçılarımızı məlumatlandırdım. Bəli, elə Aidə də toxundu. Milli Məclisin üzvü Vüqar Bayramov pensiya məsələsinə xüsusilə diqqət çəkdi. Daha doğrusu, pensiya yaşına az qalmış bəzi şəxslərin xitam verilir müqaviləsinə və bu da dedi ki, yol verilməzdir. Xüsusilə də bu məsələyə bir daha baxılmalıdır. Qazaxıstan nümunəsindən də söz açıb. Deyib ki, orada ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla digər bütün hallarda belə hallar yol verilməz sayılır. Yəni, ən azı 2 il öncədən siz bu əmək müqaviləsinə xitam verə bilməzsiniz. Tutaq ki, 65 yaş pensiya yaşıdırsa, artıq 63 yaşda həmin şəxsi işdən çıxara bilməzsiniz. Çünki necə iş tapsın o zaman və ipoteka məsələsi də gündəmdədir. Deyildiyi kimi bu miqdarın da artırılmasına ehtiyac var. Çünki bu dəfədə gənclər xüsusilə də etirazlarını ifadə etdilər ki, bir çoxları bundan yararlana bilmədilər. İndi isə digər müstəvidə